dərsimiz sintaktik əlaqələr dərsidir. Bu dərs biraz hamıya çətin gələ bilər, amma qısa və konkret əsas yerlərinə toxunacaq. Sintaktik əlaqələr. Sintaktik əlaqələr nədir? Ümumiyyətlə, sintaktik əlaqələr, bizim 2 əlaqəmiz var. Sintaktik əlaqələr 2 yerə bölünür. Bir, tabiisizlik əlaqəsi var. Baxın, tabiisizlik. Bir də ki, tabililik əlaqəsi var. Tabilik. Deməli, tabiisizlik əlaqəsi nədir? Tabiisizlik əlaqəsi ümumiyyətlə harda olur? Tabiisizlik əlaqəsi bir həmcins üzvlər arasında olur. Həmcins üzvlər arasında. Harda həmcins üzv gördümsə, onun arasında tabiisizlik əlaqəsi var. Bir də ki, adına baxın, tabiisizdirsə, demək tabiisiz mürəkkəb cümlələr arasında olur. Bu qədər asan. Tabiisizlik əlaqəsi 2 şey arasında olur. Bir, həmcins üzvlər arasında, bir də tabiisiz mürəkkəb cümlələr arasında. Yəni, bərabər hüquqlu üzvlər arasında, bərabər hüquqlu cümlələr arasında. Tabiisizlik əlaqəsi adından görsənir, tabiisiz. Biri digərinə tabi olmadığına görə burada aslı tərəf, əsas tərəf olmur. Ox belə qoyulur, oxun başı hər iki istiqamətə qoyulur. Bu qədər rahat. Məsələn, misal yazıb, məşhur testin sualı var. Söyüddən bax saldım, mən ardın yazıb vaxtımıza qənaət eləmək üçün. Deyir ki, almasın, heyvasın, narın görmədim. Heyvasın, görmədim. Baxaqın, mən deyəcək, burada hansı əlaqə var? Həmcins üzvün varmı? Demək, burada sintaktik əlaqə var. Bu qədər rahat. Baxın, nə etmədim? Görmədim. Kim? Mən. Nəyi görmədim? Almasını, heyvasını. Həmcins üzvlərin varmı? Var. Demək, bunların arasında hansı əlaqə var? Tabiisizlik əlaqəsi. Tabiisizlik əlaqəsini oxun həm bura qoyuram başını, həm də bura qoyuram. Çünki aslı əsas tərəfim yoxdur. Bu qədər rahat. Ola bilər tabiisiz mürəkkəb cümlə arasında versin. Tabiisiz mürəkkəb cümlədə də növbəti dərslərimizdə tabiisiz mürəkkəb cümlə keçəcək. Tabiisiz mürəkkəb cümlədə tərəflər arasında tabiisizlik əlaqəsi olur. Belə. Çox az rast gəlinir tabiisiz mürəkkəb cümlələr arasında. Amma təzə toplumumuzda artıq rast gəlinir. Bu qədər rahatdır. Harda həmcins üzv gördüksə. Bir dənə də istəyirsiniz şifahi nümunədir. Məsələn, deyirəm ki, nə deyim? Deyirəm ki, mən və sən getdik. Mən həmcins üzvüm hansıdır? Mən, sən. Mənlə sənin arasında tabiisizlik əlaqəsi var. Bu qədər rahat. Oxun başı da hər iki istiqamətə qoyur ki, yəni bərabər hüquqludur.